Sizinlə yenə mən, nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Sizcə insult yalnız yaşlı insanlarda olur? Xeyr. İnsultun demo versiyası adlandırdığımız tranzitor işemik atak var. Bu nə deməkdir? Beyinə qan axını qısa müddətli olaraq dayanır və bu da insult simptomları ilə özünü büruzə verir. Lakin insultdan fərqli olaraq bu simptomlar bir neçə dəqiqə və yaxud da ki, bir neçə saat ərzində yoxa çıxır. Bu bədənimizin bizə verdiyi SOS siqnalıdır. Ona görə biz bu SOS siqnalına fikir verməliyik. Əlamətləri isə insultda olduğu kimi əldə ayaqda keyimə, üzün bir yanında düşmə, nitqin çətinləşməsi, görmə problemləri kimi özünü büruzə verə bilər. Və mütləq şəkildə belə bir hal olduğu zaman simptomlar keçici olsa belə mütləq nevroloqa müraciət etməlisiniz. Çünki statistika onu göstərir ki, tranzitor işemik atak keçirən insanların 30%-i 5 il ərzində insult keçirmiş olur. Ona görə bədənimizin verdiyi siqnallara diqqət edək. Mövzu ilə bağlı suallarınızı şərh bölməsində verə bilərsiniz. Daha ətraflı nevroloji xəstəliklər barəsində məlumat almaq istəyirsinizsə, o zaman kanalıma abunə olun.